Tərəvəzlərdən olduğu kimi bir çox meyvələrdən də turşu olur. Mən də bugün sizə fərqli dadla gəldim, feyxua turşusuyla. Mövsümükən mütləq bu turşunu hazırlayın. İnanın ki, peşman olmazsınız. Hər zaman olduğu kimi meyvəni bol su ilə yaxşıca yuyuruq. Qeyd edim ki, turşu üçün götürülən meyvə bərk olmalıdır. Bu yerdə sizdən xahişim, əgər səhifəm sizə maraqlı gəldisə, abunə olun ki, yeniliklərdən xəbər tutasınız. Sonda video sizə faydalı olarsa, bəyənib yaddaşa vurmağı unutmayın. Meyvələrin uc hissəsini hər iki tərəfdən kəsib bankalara doldururuq. Üzərinə duz, şəkər tozu, sirkə və giləmərzə əlavə edirik. Bu turşuda giləmərzənin xüsusi rolu var. Çox gözəl dad və qoxu verir. Bankaları qaynar su ilə doldururuq. 3-4 dəqiqə qaynadırıq. Artıq qaynatmağa ehtiyac yoxdur. Sonra bankaları kip bağlayıb ağzı üstə çeviririk. Bu qədər asan. Siz də edin ki, qışda süfrəniz bol olsun. Eləyən hər kəsə nuş olsun.